Salam aziz uşaqlar. Bu günləri əvəzli mövzusunun adının, yəni 3 dənə məna növü haqqında sizə məlumat verəcəksə, daha doğrusu, birinci yazılırsın ki, qeyri-müəyyən əvəzliklərdir. Qeyri-müəyyən əvəzliklər nədir uşaqlar? Yazılırsın ki, ismin yerində işlənən və qeyri-müəyyən əşyanı və ya şəxsi bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Kimsə, hərə, hər kəs, kimsə, nəsə, heç nə, hər şey, nəsə, filan kəs qeyri-müəyyən əvəzliklərin nümunə göstərilə bilər. Quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb formasında olur. İsim kimi hallana bilir. Baxın, məsələn, filan kəs, filan kəsə, filan kəsdə və s. Bunların içində uşaqlar yazılırsın qeyri-müəyyən əvəzliklərin içində. Demək olar ki, hamısı ismi əvəz edir. Bir dənə bəzi əvəzliyindən başqa. Bəzi əvəzliyi ilkin halda, yəni bu formasında olanda sifətin yerində işlənir yazılırsın. Məsələn, bəzi adamlar yazılırsın. Bəzi adamlar. Burada sifəti əvəz etmiş sadə. Ümumiləşdirməsində çoxluğu ismi bildirdiyi üçün onu deyir, ismi əvəz edir. Amma bu da mənsubiyyət və hal şəkilçisi qəbul etdikdən sonra da ismi əvəz edə bilər. Məsələn, bəzi insanlar, necə insanlar? Bəzi insanlar. Bəzilərini kimi. Artıq burada yazılarsın, ismi aydın hansı şəkilçilər var? Cəm var, mənsubiyyət var, bir də hal şəkilçisi var da, düzdürmü? Bu şəkilçiləri qəbul edəndən sonra nədir? İsmi də əvəz edə bilir. Əsasən mənsubiyyət ödəyişi, əsasən yəni çox hissəsi mənsubiyyət ödəyişmə deməkdir. Hamıdır, hərədir, bəzi qeyri-müəyyən əvəzlikləri 1, 2, 3-cü şəxsin cəminin mənsubiyyətini qəbul edir. Yəni təkli işlətmək olmaz. Mənim hamım deyə bilmirik və ya sənin hərən deyə bilmirik. Onun bəzisi deyə bilmirik. Aydın oldu mu? Amma cəmdə işlədə bilərik. Məsələn, deyək, bizim hamımız, sizin hərəniz və s. Sonra uşaqlar qeyri-müəyyən əvəzliklər haqqında nə deyə bilərik? Sonra deyə bilərik ki, qeyri-müəyyən əvəzliklərin bəziləri cəmlənə bilir, amma hamı cəmlənə bilmir, məsələn üçün. Baxın, zəhmət olmasa, hamıdır, hərədir, biridir, bu əvəzlikləri cəm şəkilçisi qəbul etmir. Hansı cümlə üzvləri mövqeyində işlənə bilir? Baxın, inşallah mübtəda, kimsə yerindən dilləndir. Mübtəda mövqeyində işlənir. Tamamlıq mövqeyində də işlənə bilər. Mən hər kəsi dəvət edirəm. Hər kəs bizim nəyimizdir? Tamamlığımızdır. Bu işin sahibkarı filan kəsdir. Burada da ismi xəbər mövqeyini neyiniz? Çıxış edə bilir. Bir dənə əvəzliyimiz hansı idi? Bəzi əvəzliyidi, sifəti əvəz edirdi. Deməli, bəzi əvəzlikdə ilkin formasında olanda neyini uşaqlar təyin mövqeyində də çıxış edə bilir. Məsələn, yəni, bəzi uşaqlardan gözləntilərin çoxdur, bu da təyin mövqeyindədir. Kimsə əvəzliyi uşaqlar iki mənada düşünülə bilər. Bir qeyri-müəyyən şəxs mənasında, bir də heç kim mənasında. Burada diqqət eləmək lazımdır. Baxın, zəhmət olunsa, kimsə məni səsləyir. Burada iş və hadisə görülür, bir də kimsə tərəfindən görülür. Amma həmin şəxsin kim olduğu məlum deyil. Burada qeyri-müəyyən şəxsdir. Bir də inkar mənasında ola bilər. Deyirəm ki, məsələn, dərsdə kimsə iştirak eləmirdi, yəni heç kim gəlməmişdi və ya kimsə sənə nəyisə deyə bilməz. Aydın oldu mu? Burada da heç kim sözü ilə onu eləyə bilirik, əvəz eləyə bilirik. Bu oldu qeyri-müəyyən əvəzliklər haqqında məlumat. Sonra davam eləyək. Keçirik təyin əvəzlikləri. Təyin əvəzlikləri nədir? Təyin əvəzlikləri yazılır ki, əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilən əvəzliklərdir. Hər, bütün, filan, öz təyin əvəzliklərdir. Quruluşca yalnız sadə olurlar yazılsın. Cümlədə isimdən əvvəl gələrək onu ilə təyin edirlər yazılsın. Yəni cümlədə təyin mövqeyində çıxış edirlər. Bütün dünya ayağa qalxdı. Yazılsın, məsələn, hansı dünya? Bütün dünya. Burada hansı sualına cavab versə, isimdən əvvəl gəlir və neyini? Təyin mövqeyində işlənir. İnşallah diqqətli olasınız, hər və bütün əvəzlikləri. Morfoloji dəyişikliyə məruz qalmırlar, yəni şəkilçi qəbul edirlər. Burada söhbət qrammatik şəkilçidən gedir. Eyni əvəzliyi isə qrammatik şəkilçisi qəbul edir. Məsələn, hansı şəkilçisini qəbul edir? Mənsubiyyət şəkilçisinin eynisi. Ondan sonra mənsubiyyət şəkilçisini qəbul etdikdən sonra hansı şəkilçiləri qəbul edə bilər? Təbii ki, hal şəkilçisini qəbul edə bilər. Baxın məsələyə uşaqlar. Məsələn, yazıram ki, eyni geyim. Eyni geyim nümunəsində eyni sözü hansının ilk hissəsini əvəz edib? Sifəti, düzdürmü? Hansı geyim? Eyni geyim. Amma deyirəm ki, eynisindən almışıq. Eynisindən almışıq. Burada nəyə əvəz edib? İsmi əvəz edib. Bəzi əvəzliyi kimi də orada bəzi əvəzliyi var idi. İlkin formasında sifəti əvəz edirdi. Sonra isimləşirdi, nə edirdi? Yazılsın ki, ismi də əvəz edə bilirdi. Yəni, ismi şəkilçilərini qəbul edəndən sonra. Davam edir uşaqlar. Öz əvəzliyi yazılsın ki, mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra ismi xüsusiyyətlərini daşıya bilir.
Hallanır, məsələn, özüm, özümün, özümdən, özümün və s. Cəmlənir, cəm şeysi qəbul edilir, məsələn, özləri. Öz əvəzi isimləşərkən cümlənin mübtəda və tamamlı və xəbər mövqeyində işlənə bilər. Özüm gələcəyəm, burada mübtəda mövqeyindədir. Sən özünü pis aparırsan, burada tamamlıq mövqeyindədir. Öz əvəzi şəxs əvəzliyini əvəz eləyə bilir yeri gələndə. Məsələn, deyəm, mən danışıram, özüm danışıram. Şəxs əvəzliyini əvəz elədim. Öz əvəzliyi özündən sonraki sözün mənsubi şəkilçisini eləyir, olmasına tələb edir. Bunda isimdə mənsubiyyət keçərkən demişdik sizə də. Bəzi sözlərdə öz əvəzliyini eləyir, tapır. Sual əvəzlikləri nədir uşaqlar? Sual vermək, hər hansı bir məlumatı dəqiqləşdirmək, məqsədləşdirilən əvəzliklərə deyirlər. Kim bütün əsas nitq hissəsinin sualları yazılsın ki, sual əvəzliyidir. Aydın oldu mu? Bütün əsas nitq hissəsi sualları. İsmin sualları kim, nə, hara, sifətin sualları necə, nə cür, hansı, sayın sualları neçə, nə qədər, neçənci və s. Bunlar hamısı nədir uşaqlar? Yazılsın ki, sual əvəzliklərini təşkil edir. Quruluşca bunlar da qeyri-müəyyən əvəzliklər kimi 3 yerə bölünürlər. Həm sadəsi, həm düzəltməsi, həm də mürəkkəbi var. Yazılsın ki, qeyri-müəyyən əvəzliklər yeganə əvəzliyin məna növüdür ki, bütün cümlə üzvləri əvəzləyir. Məsələn, biz bu günləri bundan qabaq şəxs və işarə əvəzliklərini keçmişdik. Bu gün də qeyri-müəyyənlərinin təyini keçdik. Heç feili əvəz eləyən gördünüz bunların içində? Görmədik ki, düzdürmü? Hə, feili xəbər mövqeyindən hansı işlənə bilər? Feili xəbər mövqeyində yazılsın ki, ancaq əsasən nə işlənir? Sual əvəzləri işlənir. Məsələn, deyirəm ki, o burada nə edir? Düzdürmü? Nə edir? Hansı nitq hissəsinin sualıdır? Feilin. Yaxşı, bunu cümlə üzvü olaraq götürsün nə götürəcək? Feili xəbər götürəcəkdir, düzdürmü? Suala cavab vermədən inşallah yazılsın ki, cümlə üzvü mövqeyində işlənir. Təsniflənən feillərin sualları cümlədə ismi xəbər yox, feili xəbər mövqeyində işlənir yazılsın. Sual əvəzlikləri əvəzliyin özündə əvəz eləyə bilər. Digər nitq hissələr. Məsələn, deyirəm ki, Azər danışır, kim danışır? Burada ismi əvəz eləyir. O danışır, kim danışır? Bu da əvəzliyi əvəz eləyir. Belə hərəkət düz deyil. Necə hərəkət? Belə hərəkət. İsimdən əvvəl gəlsə, sifət əvəz eləyəcək. Zərfdən əvvəl gəlsə necə söz yazılsın, feildən əvvəl gəlsə isə zərf əvəz eləyəcək. Əvəzliyin uşaqlar homonimliyi də var. Baxın, o əvəzliyi, şəxs əvəzliyi də var, işarə əvəzliyi də var. Bir sözü, ayaqqabı tikmək üçün alət də var, bir sözü şəxs əvəzliyi də var. Kimi sözü qoşma mövqeyində də işlənir, əvəzlik mövqeyində də işlənir. Necə? Ədat da ola bilir, əvəzlik də ola bilir. Əvəzlik olması üçün hökmən cümlənin cümləsi olmalıdır, sual cümləsi olmalıdır və sual intonasiyası olmalıdır da. Nə sözü bağlayıcı da ola bilir, nə ədat da ola bilir, nə əvəzlik də ola bilir. Yazılsın ki, orada da yenə sual belə dedik, əvəzlik mövqeyində işləndə mütləqdir ki, nə olsun inşallah? Mütləqdir ki, sual intonasiyasından istifadə olunsun. Bu qədər dərsimiz inşallah. Növbəti dərslərdə görüşənədək sağ olun.